Çünki sənə fayda verənlərə yaxınlaşmalısın. Əsl budur. Çünki insan əslən zəifdir. Elə insan ola bilər ki, o elm tələbində zəif olsun, amma ibadətlərdə güclü olsun. Elə insan ola bilər ki, elm tələbində güclü olsun, amma hər hansı bəzi sünnələrdə zəifliyi olsun. Və hər bir xeyirdə güclü olan müsəlmanlar bir yerə gələndə bir cəsəd kimi olurlar. Yəni, bir-birlərinə kömək edir. Yəni, elmi olan, elmi az olub, ibadəti çox olana kömək edə bilər. İbadəti çox olub, elmi az olan, başqalarına öz bildiyi ibadətlərini danışıb onlara fayda verə bilər. Və bu onu göstərir ki, insanda nə xeyir varsa, xeyirlər bir yerə yığılışanda, xeyirlər birlikdə cəm olanda bir-birlərinə fayda verirlər. Əgər həyalı olmayan, həyasından naqislik olanla sən birlikdə olsan, o sənə nə fayda verəcək? Məsələn, sən fərzlə ki, səndə hər hansısa bir naqisliklər var. O naqisliklər sən möhtacsan ki, onu sənin qardaşların səndən düzəltsinlər. Yəni, səni islah eləsinlər. Və fərz elə, o həyası olmayan da səndən bir yerdədir. O sənə hansı fayda verə bilər, günahlardan başqa? Və fərz elə ki, sən ona fayda verə bilmirsən. Artıq sən onun mislində olacaqsan. Axı kişi dostunun dinindədir.